Noyabrın 21-də Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında rəqəmsal dövrdə kitabxana informasiya fəaliyyətində innovasiyalar, ənənəvi və elektron mənbələrin yaradılması və istifadəsi mövzusunda beynəlxalq elmi konfransı keçirildi. Mərkəzi Elmi Kitabxananın 100 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans 7 ölkənin Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Polşa, Belarus və Rusiyanın 38 təşkilatının iştirakı ilə gerçəkləşdirildi. Plenar iclasda giriş nitqi ilə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbib bəy bildirib ki, Azərbaycanda akademiya tipli ilk elmi qurum 1259-cu ildə Nəsrəddin Tusi tərəfindən yaradılmış Marağa rəsədxanasıdır və burada astronomiya ilə yanaşı riyaziyyat, tibb, metafizika, fəlsəfə, xəttatlıq və elmin bir çox sahələrinə dair tədqiqatlar aparılmışdır. Ölkəmizin taleyində olduğu kimi Mərkəzi Elmi Kitabxananın da inkişafında 2 mərhələ xüsusi rol oynayır. Bunlardan ilki Ulu Öndər Heydər Əliyevin Azərbaycana ilk dəfə rəhbərlik etdiyi 1969-1982-ci illərdir ki, bu tarix Respublikamızın intibah dövrü olduğu kimi akademiyanın da inkişaf mərhələsi kimi yaddaşlarda qalıb. Azərbaycan elmində bir çox tarixi nailiyyətlər əldə edilib. Akademiyanın maddi-texniki bazası möhkəmləndirilib və o cümlədən Mərkəzi Elmi Kitabxanada yeni fondlar yaradılıb. Kitab ehtiyata zənginləşdirilib. Mərkəzi Elmi Kitabxana dünya kitabxanalarına da qoşulub. Əgər ilin əvvəlində dünyanın 81 kitabxanasına qoşulmuşuqsa, artıq bu rəqəm 120-ni keçib. Amerika Birləşmiş Ştatları, Fransa, Böyük Britaniya və bir çox ölkənin zəngin kitabxanasını onlayn oxuya bilirik və bu proses davam edir. Sonra Mərkəzi Elmi Kitabxananın direktoru, texniki elmləri doktoru Hüseyn Hüseynov Mərkəzi Elmi Kitabxananın inkişaf yolu və vəzifələri mövzusunda məruzə edib. O qeyd edib ki, Mərkəzi Elmi Kitabxana hər zaman fəaliyyətində dövlət qayğısı ilə əhatə olunmuşdur. 1993-cü ildə ümumilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkədə kitabxana işinə diqqət və qayğı Mərkəzi Elmi Kitabxananın da işinə müsbət təsir göstərdi. Kitabxana əlaqələrini bərpa etdi, yeni layihələrin iştirakçısına çevrildi, fondlarını zənginləşdirməkdə davam etdi. O bildirib ki, Prezident İlham Əliyevin də Azərbaycan Milli Elmlər Akademiyasının fəaliyyətinə bu xüsusda Mərkəzi Elmi Kitabxanaya xüsusi diqqət və qayğısı olmuşdu. Tədbirdə çıxışlarda həmçinin Mərkəzi Elmi Kitabxanasına ünvanlanmış təbriklər dünyada baş verən kitabxana informasiya prosesləri kontekstində oxuculara xidmət sisteminin müasir modelinin hazırlanıb həyata keçirilməsi, rəqəmsal transformasiya kontekstində kitabxanalar yeni çağırışlar səsləndirilib. Sonra Mərkəzi Elmi Kitabxananın yubileyinə həsr olunmuş sənədli filmə baxış keçirilib. Daha sonra Mərkəzi Elmi Kitabxananın direktoru Hüseyn Hüseynov akademiya prezidenti tərəfindən AMİA'nın 80 illiyi döyüş nişanı ilə təltif olunub. Həmçinin Mərkəzi Elmi Kitabxananın 100 illik yubileyi münasibətilə kitabxananın elmi və ictimai həyatında səmərəli fəaliyyətinə görə bir qrup Mərkəzi Elmi Kitabxana əməkdaşı AMİA Riyaziyyat Heyətinin Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının, eləcə də Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının təşəkkürnamə və fəxri fərmanları ilə təltif ediliblər. Konfransın ikinci hissəsi kitabxanalarda süni intellekt, problemlər və perspektivlər, akademik kitabxanalar rəqəmsal informasiya mühitində, kitabxana fəaliyyətinin müasir vəziyyəti, beynəlxalq və yerli təcrübə, Türk dövlətlərində milli mədəni irsinin qorunmasına kitabxanaların rolu mövzulu bölmə iclasları ilə davam edib.